Salam, 23-cü sualın izahına baxaq. Doğru ifadələri müəyyən edin. Naxçıvanın Batabad və Qanlı gölləri uçqun mənşəli göllərdir. Bəli, tamamilə doğrudur. Şahbuz rayonu ərazisində yerləşir, uçqun mənşəli göllərdir. Eyni zamanda respublikamızda yerləşən Göygöl və Maral göl də uçqun mənşəli göldür. İkinci ifadə. Böyük və kiçik Alagöllər Ermənistan sərhədi boyu yerləşir. Kəlbəcər rayon ərazisində yerləşməsinə baxmayaraq Ermənistanla sərhəd təşkil etmir. Sərhəddə yerləşən göllərə Laçın rayonunda yerləşən Qaragöl və Akstafa rayon ərazisində yerləşən Candargöl aiddir. Üçüncü ifadə. Candargöl, Akstafa və Qazax rayonlarının ərazisində yerləşir. Tamamilə səhvdir. Candargöl bayaq qeyd etdiyi Akstafa rayonunun ərazisində yerləşir. Acınoxur gölü Şəki və Qax rayonlarının ərazisində yerləşir. Bəli, tamamilə doğrudur. Kümrükçay Əriçayın qollarından biridir. Xeyr, Kümrükçay Qanıq çayının qoludur. Əriçayın qollarına isə Kiş və Şinçay aiddir. Qarqar və Köndələn çayları yağışla qidalanır. Bəli, bu çaylar yağışla qidalanır, amma Qarabağ vulkanik yaylasında yerləşən çaylar yeraltı sularla qidalanır. Düzgün cavabımız olacaq 1, 4 və 6.